İnşallah ayın 8-i. Yəni ki, sabah toydur artıq. Hello, necəsiniz? Ümid edirəm ki, hər biriniz çox-çox yaxşısınız. Mən videonu biraz belə danışmadan başlatdım, üzr sayın. Amma həmin ərəfədə çox tələsirdim və yəni danışa bilməyəcəkdim. Nəysə, bugün sizə artıq nə etdiyimizi, bu günlərdə nə edəcəyimizi danışıram. Adınızdadırsa, biz təxminən bir ay əvvəl, bundan 1-2 video əvvəl bir nişana getdik. Sizlə bir yerdə getdik təbii ki. Çox qısa bir zaman sonra toy olacağını dedilər və əlimiz ayağımız hamısı bir-birinə qarışdı və təbii ki, mən videolarda artıq bundan bəhs edə bilmədim. Çünki çatdırmırdım heç nəyi. İndi inşallah ayın 8-i. Yəni ki, sabah toydur artıq və biz toya gedəcəyik. Hər şeyim hazırdır, deyirəm ki, tələsdiyimdən heç nə artıq video falan formasında çəkə bilmədim. Bu arada mən xəstəyəm. İsti bir kofe içirəm. Normalda isti kofe çox da içmirəm əslində. İçirəm də, yəni bu havalarda hava yaxşısa içmirəm. Təsəvvür edin, artıq burnumda danışıram. Yəni normal danışa bilmirəm. Ümid edirəm ki, sabaha qədər sağalaram. Başqa bir video editləyirəm. O videoda çox maraqlıdır. Ümid edirəm ki, izləyib bəyənəcəksiniz. Biraz belə içində mədəniyyət var o videonun. Biraz əyləncə var. Məsələn, o videonu mən çox sevirəm. Ümid edirəm ki, bu videoda o bir o qədər maraqlı olacaq. Saçlarımın tipinə baxmayın. Çünki tam qurulamamışam və formada verməmişəm. İstərsiniz bu formadadır. Amma məncə siz mənə səhv anlamazsınız, yəni normal bir şeydir bu bizim üçün. Bir şey qeyd eləmək istəyirəm. Ayın 8-i toydur, ayın 9-u mənim ad günümdür. Mənim planlarımda var idi ki, mən başqa bir ölkəyə gedim ya da başqa bir şəhərə gedim, başqa bir formada ad günümü keçirdim. Hər şey düşdü, üst-üstə düşdü. Niyəsə o toya da getmək istədim. Artıq planlarımı dəyişdim. Bu səyahət planını başqa bir zamana ertələdim. Ad günümü də keçirəcəm, amma ad günü vlogu başqa olacaq təbii ki. Bugün nə edirik? İlk öncə kofemi falan içəndən sonra, biraz özümə gələndən sonra təbii ki, gedirik bir-iki alış-veriş eləməyə. Bu alış-veriş mənim ad günümlə əlaqəlidir. Nə ağaracam, nə eləyəcəm, heç bir fikrim yoxdur. Çünki deyirəm də son anda dəyişiklik oldu. Ona görə gedəcəm bir şeylər almağa. Alma ərəfələrini görə bilərsiniz, amma nə alacağımı artıq ad günü vlogunda görəcəksiniz. Ona görə o digər videonu izləməyi də unutmayın. Əgər bunu nə vaxt izləyirsinizsə, o birisini də izləməyi unutmayın. Paltarı götürəcəyik bugün. Amma çox ehtimal toy günü sizə göstərəcəm o paltarları. Başqa da ağlıma bir şey gəlmədi yəni. Belə aksesuarım və s. var. Başqa bir şey ehtiyac yoxdur deyə düşünürəm. Amma həll edəcəyik. Yenə də siz məndən gəlirsiniz. Çox keşməkeşli bir gün olacaq bizim üçün. Ümid edirəm ki, izləyərkən yorulmazsınız. Deməli, artıq o gün gəldi, çatdı və biz bugün toya gedirik. Bugün artıq toy günüdür və Firayənin toyudur. O qədər çox həyecanlıyam ki, aramızdan birini evlənir və həyecandan çox da danışa da bilməyə bilərəm. Çox reelslər çəkməliyəm, çoxlu videolar çəkməliyəm ki, nəticəsi yaxşı olsun və Firayə bəyənsin bunları bir tərəfdən. Həmçinin də mənim də paylaşmaq üçün 1-2 dənə videoya və s. ehtiyacım var əslində. Araşdıram, bir 20 dəqiqə və s. sonra çıxacağım, salona gedəcəm və oradan da bir-iki bir şey çəkməyə çalışacağım. Salondan sonra da bir qrup yoldaşımla görüşəcəm. Həmin qrup yoldaşım da çünki toya gedir inşallah. Bir yerdə gedəcəyik, İradəni götürəcəyik. İradə ilə sonra gedəcəyik artıq üçümüz, Zərifə, mən və İradə gedəcəyik toya və orada da təbii ki çəkməyə yenə davam edəcəm. Görək başımıza nələr gəlir.
An eternity later. Deməli, orada çəkə bilmədim çünki orada çox qarışıq idi. Bu formada saçımı elədim. Sizlərə bilmirəm, göstərəcəm indi sizə birazdan Dəniz Ərəgin köməkliyi ilə. Amma yəni bildiyiniz topbuz yığdırdım və çox məncə qəşəng oldu. Məncə qəşəngdir. Makyajım falan da çox bəyəndim. Amma sanki biraz abartıdır. O da bizim Azərbaycan salonda işləyən sağ olsun xanımlarımız qətiyyən aza öyrəşmirlər. Onların əlinin ayarı qətiyyən yoxdur. Full, hər şeydən full eləyirlər. Nəysə, mən çox gəlsə gözümə bunları bir düzəldəcəm. Amma saçımı və makyajımı normal halında çox bəyəndim təbii ki. O niye oldu? Vlog çəkirəm də hamısını qısa. Ehtiyatlı ol. Ay de, güzel. Ben biraz qəribə görünürəm də, amma neysə. Gelin bacıları. Topbuzlarımız. Ben indi yazmak istiyorum. Gərək evdən çıxanda diş eləyərdim. Böyle bunu mu dedik? Tutmama da çok çünkü. Çadonluğum yer basmayıp gelen konaklar, əzizlər və doğmalar, bir gün unutulan qışlarla, kızları, Fərid bəy, Firaya xanım, hoş geldiniz. Gözüne sardım yüreğime. Her zaman bizim Bənövşə sarayımızda bütün qazilere